Cəmi 75 manat ödəyərək Sokarda işə düzələ bilərsən. Bu həftədə bir neçə gün öncə mənə belə bir mesaj gəldi. Salam Aysel xanım, mənə iş təklif edirlər. Sokar şirkətindən 2500 manat maaş. Mənə dedi ki, gərək 500 manat, 195 və 75 manat ödənişlər etməlisən. Milyardlıq şirkət Sokarın kiminsə 75 manatına kiminsə 75 manatına qaldığını düşünmürsünüz əlbəttə ki, mən aldatsaydım belə cüzi pul almazdım. İşə düzəlib birinci maaşımı verəcəm. Razı olmadı. Sizcə düz etdim ya yox? Hər hansı bir şirkət işə düzəlmək üçün sizdən pul istəyirsə, bu sadəcə olaraq böyük bir yalandır. Manipulyasiya etməyə çalışıblar. 500, 195, 75 manat ödə. Burada kiçik məbləğlər istəməyin səbəbi də odur ki, siz bu məbləği ödəyəsiniz, gözünüzə çox görünməsin və əlbəttə ki, Sokarda işə düzəlmək məsələsi var. Yəni böyük şirkətlərin adından istifadə edərək dələduzluq edən insanlar var. Böyük şirkətlər işə düzəlmək üçün heç bir pul sizdən istəmir. Bəs sənin başına heç belə hadisə gəlib işə düzəlmək üçün səndən pul istəyiblər?